Bonjour à tous. Bugün sizə fransız qrammatikasından bir mövzu izah edəcəm. Sadəcə yenə bir suala aydınlıq gətirim. Tələbələr həmişə fransızca öyrənməyə başlayanda sual verirlər ki, fransız qrammatikası çətindirmi, asandırmı? Çətin deyil. Sadəcə bizim öyrəndiyimiz Azərbaycan dili öz doğma dilimizdən, rus dilindən, ingilis dilindən fərqli bir qrammatika sistemi vardır. Məsələn, ən fərqli mövzu da feil bölməsidir ki, fransız dilində bu mövzu çox fərqlənir. Feil bölməsi, məsələn, fransız dilində feillər fransız dilində məsdər forması xüsusilə də qruplara bölünür. Məsələn, Azərbaycan dilində feillər maq-məş sonluğu ilə bitir məsdər formada, yaxud ingilis dilində məsələn to ilə deyirik, amma fransız dilində bu fərqlidir. Feillərin 3 qrupu var. Birinci qrup, ikinci qrup, üçüncü qrup. Məsələn, birinci qrup feillər öyəq sonluğu ilə bitir. Bu fransız dilində maq-məş deməkdir. Parler, danışmaq, aimer, sevmək, xoşlamaq. İkinci qrup feillər ix sonluğu ilə bitir. Finir, bitirmək, choisir, seçmək. Üçüncü qrup feillər isə 3 sonluğuna bitir. Bəzən bu feillərə qaydasız feillər də deyilir. Çünki digər bir qruplardan fərqli olaraq 3 dənə sonluğu var. R-E, O-I-R, İ-R. Être məsələn olmaq feili, avoir malik olmaq, partir isə yola düşmək.